Herkese salam dostlar. Bugün sizlerin karşısında möhtəşəm bir kontentlə qarşınızdayım. Bugün sizlerin karşısında İspaniyadan, yəni İspaniya saytlarından Azərbaycana birbaşa necə bağlama çatdırmaq olar və bu proseslər necə olur, bəyan prosesləri necə olur, ödəniş necə olur, bu videoda hamısını bir yerdə izah eləməyə çalışacağam. Ümid edirəm ki, sizlər üçün faydalı olar dostlar. Dostlar, ilk öncə bu sifarişləri mən X-Cargodan eləyirəm, yəni İspaniyadan çatdırmaq üçün. Siz fərqli bir əgər kargo çatdırırsa, onu da istifadə eləyə bilərsiniz. Bu şəkildə X-Cargonun səhifəsini açmışam və mən özümə seçdiyim bir saytdan sifariş verəcəm. Siz fərqli İspaniya Zara kimi fərqli saytlardan sifariş qaydasına baxa bilərsiniz. İlk öncə X-Cargodan qeydiyyatdan keçmək lazımdır. Mən bu şəkildə səhifəni açmışam və buradan çıxış et bölməsini sıxıram. Mən artıq qeydiyyatdan keçmişəm və sizə necə qeydiyyatdan keçmək lazımdır bunu göstərmək istəyirəm. Əsas səhifəsinə keçid edirik. Əsasən dostlar, ilk öncə başdan göstərim. Google.com saytına daxil olub burada X-Cargo yazdıqda, baxın bu şəkildə X-Cargo yazdıqda bu şəkildə birinci saytda daxil olursunuz. Belə bir səhifə gəlir. Burada iki seçenek var. Bir daxil ol, bir də qeydiyyat bölməsi var. Qeydiyyat bölməsinə bir kere sıxırıq və sıxdıqda burada gördüyünüz kimi sizlərə məlumatlar istəyir qeydiyyat üçün. Bu şəkildə ingilis dilində adınızı yazırsınız. Misal üçün bu şəkildə mən adımı yazıram. Soyad bölməsinə soyadınızı yazırsınız. Email adres bölməsinə də telefonunuzda olan bir Gmail adresini bu şəkildə bura daxil edirsiniz. Telefon nömrəniz də burada hansını istifadə edirsə 50 yoxsa 51 və ya da nar istifadə edirsə onu seçirsiniz və telefon nömrənizi daxil edirsiniz. Və burada təhvil məntəqəsi var. Bu çox önəmlidir. Təhvil məntəqəsində siz harda yaşayırsınızsa, hansı küçədə sizə daha yaxındırsa filial, onu seçirsiniz. Baxın buradan misal üçün mən özümə yaxın olan bir filialı seçirəm və ya da siz buradan hər hansısa bir filialı özünüzə yaxın olan və ya da başqa bir rayonda yaşayırsınızsa, əgər həmin X-Cargonun məntəqəsi orada varsa onu seçirsiniz və təsdiqləyirsiniz dostlar. Təsdiqlədikdən sonra bu şifrənizi daxil edirsiniz. Özünüzə məxsus bir şifrə daxil edirsiniz və burada ünvan bölməsi var. Ünvan bölməsində küçənizin ünvanını daxil edirsiniz. Ünvanı daxil etdikdən sonra burada deməli dostlar fin kod bölməsi var. Bu fin kod şəxsiyyət vəsiqələrinin üzərində fin kodlar var. Bu da çox asandır. Google-da yazsınız, avtomatik görsənəcək. Hər şəxsiyyət vəsiqənin üzərində fin kodu olur dostlar. Burada baxın, sual işarəsini bir kere klik etdikdə fin kod harda yerləşdiyini burada görə bilərsiniz. Adətən bu köhnə şəxsiyyət vəsiqələrində göstərir, amma təzə şəxsiyyət vəsiqələrində fin kod addelini burada qeyd olunub dostlar. Fin kodunuzu daxil etdikdən sonra burada şifrənizi daxil edin, qeydiyyatdan keçmə qaydaları ilə razılaşıram bölməsini sıxırsınız və təsdiqləyirsiniz. Bu şəkildə qeydiyyatdan keçə bilərsiniz. Mən qeydiyyatdan keçdiyim üçün profil bölməmə daxil oluram. Burada tez bir şəkildə öz profilimə daxil oluram. Şifrə ilə daxil oluram. Əgər MyGov az varsa sizdə o şəkildə də qeydiyyatdan, yəni hesabınıza daxil ola bilərsiniz. Hesabıma daxil olduqda belə bir səhifə çıxır. Baxın, ilk sırada İspaniyada necə sifariş edək bölməsində əslində X-Cargo hamısını bir-bir izah eləyib. Bu şəkildə gördüyünüz kimi burada da ünvanların bölməsi var. Bu İspaniyada necə sifariş edək bölməsinə klik edərək əslində burada hansı saytlardan çatdırdığını və bir-bir video təlimatını izləyə bilərsiniz. Yəni buradan misal üçün Zara saytından necə istifadə etmək olar, burada video şəklində əlavə ediblər. Burada başqa mən bu saytdan göstərəcəm. Video təlimat haqqında burada izah eləyiblər, hansı saytdan birbaşa gətirmək olar, hamısını izah elənib. Dostlar, bugün sizlərə mən bu saytdan necə qeydiyyatdan keçib və bu bağlamaları sifariş vermək olar, onu göstərəcəm. Bu saytın adını kopyalayıram və axtarış bölməsinə yazıram və enter düyməsini basdıqda ilk sırada bu sayt çıxır. Yəni İspaniyanın hansısa bir kargo, belə deyək dostlar, alış-veriş saytıdır bu şəkildə. Baxın, gördüyünüz kimi. Buradan ilk öncə hər hansısa bir məhsulu seçməmişdən qabaq burada gördüyünüz kimi 3 nöqtə var. Buradan hər hansısa bir məhsulu indi nə gətirirsizsə onu seçirsiniz. Fərqli yoxdur, yəni qadın olar, kişi olar, indi hansını seçirsinizsə, misal üçün mən buradan bir dənə məhsul seçirəm. Baxın, burada qiymət də qeyd olunub və rəngləri də qeyd olunub. Hansını istəyirsə seçirsiniz və Add to Bucket bölməsinə bir kere klik edib burada razmerinizi seçirsiniz. Fərqi yoxdur, hansı razmeri istəyirsə seçirsiniz. Seçdikdən sonra burada Go to your shopping, yəni bu səbətinizə əlavə edirsiniz. Səbətinizə əlavə etdikdə bura gördüyünüz kimi bu məhsulların burada fərqli seçənəkləri də var.
İstəsəz hansısa birini seçə bilərsiniz. Seçib və burada proses bölməsi var dostlar. Bu proses bölməsinə bir kere klik edirsiniz. Klik etdikdə burada 3 dənə seçenek gəlir dostlar. Yəni burada siz hansını seçməlisiniz? Burada Home Delivery bölməsi var. Bunu seçməlisiniz. Bunu seçirsiniz və seçdikdən sonra burada gördüyünüz kimi sizdən delivery detal, yəni siz hansı adresi çatdırılma edəcəksinizsə onu soruşur. Bunu isə Xcargo-ya daxil olub, yəni bu adres bölməsinə Xcargo-nun İspaniyadakı adresini əlavə etməlisiniz dostlar. də Xcargo-ya daxil oluram və ana səhifəsinə gəlirəm. Ana səhifəsinə gəldikdə burada xarici ünvanların bölməsində İspaniyanı seçirsiniz. İspaniyanı seçdikdə burada mənim məlumatlarım var. Yəni mənim xarici ambardakı məlumatlarım, hər burada məlumatın şəxsi istifadəsinin özünə uyğun burada ID-si var. Burada gördüyünüz kimi baxın hamısı qeyd olunub. İlk öncə burada full name bölməsini kopyalayıram və gəlirəm həmin bu name bölməsinə əlavə edirəm. Surname bölməsinə də ki öz soyadınızı əlavə eləyə bilərsiniz. Burada həmin bölməni kopyalayıram mən. Bu şəkildə yaza bilərsiniz. Adres bölməsinə isə burada gördüyünüz kimi adres line 1 yazılıb. Bunu gəlirsiniz, kopyalayırsınız. Gəlirsiniz burada adres line 1 bölməsinə yapışdırırsınız. İkinci bir information bölməsinə adres line 2-ni kopyalayırsınız. Baxın gördüyünüz kimi. Bunu kopyalayırsınız, gəlirsiniz bu şəkildə yapışdırırsınız. Yapışdırdıktan sonra burada city town bölməsi var. Bu city town bölməsində də burada, yəni hamısını əslində burada qeyd ediblər, kopyala yapışdır eləyirsiniz. Başqa bir çətin bir şey yoxdur burada. Bunu əlavə eləyirsiniz. Postal kod bölməsinə isə burada dostlar zip kod bölməsi var. Bunu gəlirsiniz, kopyalayırsınız, gəlirsiniz postal kod bölməsinə yapışdırırsınız. Region İspaniya qalır. Baxın region bu şəkildə İspaniya qalır. Başqa baxaq görün burada əlavə etmədiyiniz bir şey varmı? Burada isə country bölməsi var. Bunu siz burada country bölməsi State Barcelona yazılıb. Baxın gördüyünüz kimi bunu seçirsiniz, kopyalayırsınız, gəlirsiniz həmin bölməyə. Burada Barcelona seçirsiniz. Deməli başqa nə var burada? Burada deməli dostlar nömrə bölməsi var. Bu nömrənin də ki gəlirsiniz burada görürsünüz phone number bölməsi var. Bu number bölməsini bir kere kopyalayırsınız. Kopyaladıktan sonra həmin bu telefon nömrəsi bölməsinə bunu yapışdırırsınız dostlar. Bu həmin koddakı eyni qalır. Başqa da heç bir şey eləmirsiniz dostlar. Baxın gördüyünüz kimi continue dedikdə burada gördüyünüz kimi sizdən soruşur ki adreslər doğrudurmu? Baxın misal üçün bu şəkildə adreslər. Bunu user recommend seçirsiniz. Seçdikdən sonra burada gördüyünüz kimi istəsəniz buradan dəyişdirə də bilərsiniz, amma yəni buradan hamısını doğru şəkildə kopyalayıb yapışdırmısınızsa heç bir problem yoxdur. Deməli continue deyirsiniz. Continue dedikdə burada Express Home bölməsi var. Siz bunu seçməlisiniz. Bu bilirəm pulsuzdur, amma yəni bunun qaydaları bu şəkildədir. Express Home bölməsini seçirsiniz. Çatdırılma 4.95, yəni bu daxili çatdırılma ödənişidir. Continue deyirsiniz dostlar. Continue dedikdə burada ödəniş seçənəkləri var. Təbii ki Visa və Mastercard hansını istifadə edirsə onu seçirsiniz. Kart number bölməsində kartın üzərindəki nömrəni yazırsınız. Burada bitiş tarixlərini yazırsınız. Kart holder bölməsinə də ki üzərindəki adını yazırsınız və üst rəqəmli kodunu yazırsınız və bu şəkildə burada bu quş işarəsini işarələyib burada continue dedikdə sizdən ödəniş alacaq. Ödəniş etdikdən sonra dostlar, deməli Xcargo-da həmən məhsul Xcargo-nun xarici ambarına çatdıqda sizə bildiriş göndərir. Yəni bildiriş göndərdikdə siz bunu bəyan prosesi eləyə bilərsiniz. Deməli Xcargo-nun bir dənə yaxşı tərəfi var dostlar. Bunun bəyannaməni avtomatik şəkildə eləyə bilir. Yəni siz bu bəyannaməni avtomatik şəkildə elə bilirsinizsə eləmək üçün burada gördüyünüz kimi MyGov ID şəklində avto bəyan bölməsi var. Yəni hər dəfə siz girib Smart Customs'dan özünüz bəyan etmək istəmirsinizsə, bu avtomatik olsun istəyirsə buradan bunu aktiv eləməyiniz tövsiyə olunur. Bu şəkildə həmin bölməyə daxil oluram. Məndə avtomatik məlumatları qeyd olunub. Siz buradan icazə ver bölməsini sıxırsınız. İcazə ver bölməsini sıxdıqda sizi baxın gördüyünüz kimi avtobəyan aktivləşdirildi. Xidmətin aktiv olması üçün Smart Customs'a daxil olmayın. Bu şəkildə davam et bölməsini sıxıram və artıq mən avtobəyan
sistemini qoşmuşam. Yəni bəyannaməni avtomatik bir şəkildə eləyir. Və yaxud da bəyannaməni özünüz etmək istəyirsinizsə, Google Play Store-a daxil olub Smart Customs proqramını köçürdüb, onu da linkini əlavə eləyərəm bu videonun açıqlamasına. Oradan siz bəyannaməni özünüz eləyə bilərsiniz dostlar. Bu şəkildə bağlamaların bölməsində isə siz xarici ambara çatdıqda burada məlumat verir. Hansı ki bağlamalar xarici ambardadır və yaxud da yoldadır, filialdadırsa, burada sizlərə məlumat verir dostlar. Yenə də detallı bir məlumat, daha bir detallı məlumat istəyirsinizsə, buradan özünün burada qeydiyyat məlumatları var. Yəni necə çatdırmaq olar, necə bəyan etmək olar, hamısı var. Yəni mən burada videoda onsuz da hamısını izah eləmişəm. Fərqli saytlar var. Baxın gördüyünüz kimi burada Zara kimi, nə bilim, fərqli İspaniya saytları var. Buradan da siz qeydiyyat qaydasına baxa bilərsiniz. Adətən hamısı məntiqə eynidir. Buradan İspaniya seçirsiniz və məlumatlarınız eyni olur. Bunların hamısını qeyd edib çatdıra bilərsiniz bu şəkildə dostlar. Ümid edirəm ki, bu video sizlər üçün faydalı olub. Burada da dostlar qeyd edirəm ki, deməli kalkulyator bölməsi var. Yəni siz çəkiyə görə ödəniş edirsiniz. Bunu çox adam unutur. Yəni ki, necə olacaq? Əsasən bunun ödənişlərini kargo ödənişlərini bağlamaların bölməsində Expargonun öz saytına eləyirsiniz. Yəni çəkiyə görə ödəniş eləyirsiniz. Misal üçün buradan kalkulyator bölməsi var. Kalkulyator bölməsindən misal üçün hardan çatdırırsınızsa bunu seçirsiniz. Tutaq ki, İspaniyadan siz bağlama çatdırırsınız. Bunu okey deyirsiniz. Məndə burada indi avtomatik çatdıracağım rayonum seçilidir və yaxud da şəhər seçilidir. Çəki misal üçün atıram yazırsınız 1 kiloqram. Burada gördüyünüz kimi qiymətlər qeyd olunub. Euro şəklində, Azərbaycan manatı kimi şəklində və dollar şəklində qeyd olunub və siz nə qədər bağlamanın çəkisi nə qədər olacaqsa, burada ödəniş eləməlisiniz. Təbii ki, kargo haqqını ödəniş edirsiniz və birbaşa sizin filialınıza çatdırırlar bu şəkildə. Başqa bir şey varmı? Burada müraciət edə bilərsiniz siz. Həmin Exkargonun canlı dəstəyinə yaza bilərsiniz. Tariflər bölməsi və xidmətlər bölməsi var. Buradan başqa bir şey yoxdur dostlar. Bu şəkildə siz İspaniya saytlarından birbaşa Azərbaycana çatdırma edə bilərsiniz. Ümid edirəm ki, video sizlər üçün faydalı oldu dostlar. Xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, biz də belə videolarla sizlərin qarşısında olaq. Gələcəkdə daha detallı bir şəkildə fərqli İspaniya saytlarından bağlamaları necə gətirmək olar, həmin saytlar haqqında videolar çəkəcəyik. Bizi takibdə qalın. Təqdim etdik Fikirli kanalı.